Bizim elə bölgələrimiz var ki, orada adam başına bir şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsili haqqından daha yuxarıdır. Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Doğru Xəbər Azərbaycan bildirir ki, o qeyd edib ki, belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir. Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir, amma bu dövlətin vəsaitidir. İstəsək də, istəməsək də bu vəsait önəmlidir. Kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Kiçik məktəblərimizdə çox ciddi keyfiyyət problemi var. Sinifdə 3 nəfər uşaq varsa, onlarla hansı formada pedaqoji prosesi qorumaq olar? Normal sayda şagirdi olan siniflər 3-4 nəfərlik siniflərdən daha səmərəlidir. Elə məktəblərimiz var ki, orada işləyən heyətin sayı şagirdlərin sayından 2 dəfə çoxdur. Növbəti sentyabr ayında şagird sayı az olan məktəblərdə distant, məsafədən təhsilə keçilməsi planlarımız da var. Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq deyə nazir qeyd edib.